Ürəyimdə xatirələr oyandı, yenə düşdüm həvəsinə kəndimin. Uşaqlığım göz önündə dayandı, mən isindim nəfəsinə kəndimin. Yox idi bir rahatlığım, dincliyim, bezdirərdi çoxunu nadincliyim. Dəliqanlı, hay-haraylı gəncliyim sığışmazdı sinəsinə kəndimin. Səhər durub qarğı atı minərdim, kənd aşağı, kənd yuxarı sürərdim. Harda görsəm qaçıb salam verərdim, əlisinə, vəlisinə kəndimin. Yaqub oğlu, demə ömrün qışıdır, yurd insanın öz bəxti, öz naxşıdır. Allah haqqı, yaxşı elə yaxşıdır, qurban olun dəlisinə kəndimin. Nəsə belə düzəltmişik. Sonra sizə bu güllərimi göstərmək istəyirəm. Sonra sizə bax bu alma görürsün necə qəşəng götürmək istəyirəm. Sonra yenə də adicə kraska ilə çəkilmiş çıxıntı kərpiç şəklində. Adi rənglə. Bir də ondan sonra da yerə prosto butulkadan çox xoşumuz gəlir. Yerə, məsələn, bu butulkanın sementin böyrünü düzmüşəm. Burada belə gəlir bizim, mən də bağışlayın, hamamdır, gələcəkdə bunun qıraqlarını düzəltmək istəyirik. Bax, burada gördüklərinizin hamısı adicə sıvaqsız divardır. Adidə sıvaqsız divardır. Yəni, ən ucuz variantda bunları bura çətin olur, ancaq ki, emosiya çəkirsən, bu butulkalar da pulsuz atılmış butulkalardır. Bax, bunu göstərmədim. Bax, bu zaborun üstündə də nə sözümdən Amerika açmışam. Bax, belə bir şey var. Sepləri elə bir ki, dəniz qırağı bulvarda zadda asmırlar. Bax, elə bir şeydir. Yəni, adam istəyəndə ən sadə, ucuz bir şeylərlə nəsə yaratmaq olur.